Nəzarətçilər köhnə jurnalları ortaya töküb səhmana salır. Dustaqlara gecikdirilmiş telefon zəngi imzaları çəkdirir. Qanunsuz cəza kameralarının üstünə vərəqdə ambar yazıb vurur. İllərdir taxmadıqları təqdimat kartlarını yaxalarına yapışdırırdılar. Abzas Medianın qadın jurnalistləri Sevinç Vaqif qızı Elnarə Qasımova və Nərgiz Absalamova Lənkəran penitensiar kompleksinə köçürülməmişdən öncə Bakı İstintaq Təcridxanasında şahid olduqları yoxlama təlaşından yazıblar. Stat: Bakı İstintaq Təcridxanasının əməkdaşlarının təlaşı şumon gəlir deyəndən sonra qanunsuz əşyalarını küncdə buzaqda gizlətməyə çalışan dustaqların əl-ayağa düşməsini xatırladırdı. Bu dəfə dustaqları yox, Bakı İstintaq Təcridxanasını yoxlamağa gəlirdilər. Daha sonra öyrənəcəkdik ki, yoxlama dedikləri aşpanın işgəncələrin və qeyri-insani və ya ləyaqətə alçaldan rəftarın qarşısının alınması komitəsi imiş. Ona görə də mərtəbələrdəki qanunsuz cəza kameraları ambara çevrilmişdi. Statın sonu. Jurnalistlər bu yazını hazırda həmin təcridxanada tənqidi məqalələrinə görə təzyiqlərlə üzləşən, Toplum TV işi üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynala həsr etdiklərini bildiriblər. Yoxlama vaxtı ətrafda yaranan mənzərəni isə belə təsvir ediblər. Stat: Dustaqların təkcə yeri yox, üst-başları da dəyişdirildi. Orada saxlanıldığımız 2 ilə yaxın müddətdə dustaqlara verilməyən ayaqqabılar paylanıldı. Bundan başqa çay, əl-üz dəsmalı, rezin çəkərək, adyal, mələfə, balış üzü, diş pastası, gigiyenik pedlər verildi. Yoxlama var deyəndən sonra balanda deyilən təcridxana yeməklərində ətin miqdarı da artmışdı. Aş vermək üçün də İlham Əliyevin doğum, Heydər Əliyevin vəfat gününü gözləmirdilər. Statın sonu.